Gördünüz mü mən sirri açdım? Ay qardaş, ikinci bir oğlan çıxsın desin ki, istəyir təyyarə qəzası, nə bilim bizim vertolyotun vurulması, nə bilim o sərnişin təyyarəmizin qəzası, istər İbrahim Rəisi. Bir oğlan desin ki, o qəzaları, o məxfi əməliyyatlar, o məxfi gedişatı məndən başqa kimsə birinci açıbdır. Bir dənə oğlan desin ki, Qabil, səndən qabaq kimsə Elgün balamızın hansı prosesdən o narkotiki necə yükləyirlər, neyniyirlər, onu mən açdım da. Maşallah olsun, mən açandan sonra bütün yer göy dağıldı. Bütün Türkiyədə 100-dən çox bloger paylaşıb bunu. Can qardaşlar, artıq Cənubi Azərbaycan, artıq Türk qardaşlarımız həmrəy olmuşuq. Bu yaramaz diktatorlar var ha, orada bir Erdoğan, burada İlham Əliyev. Bu yaramaz diktatorların baskısı altında məzlumlar bir-birinin acısını, ağrısını haykırırlar, paylaşırlar. Eşq olsun, eşq olsun, eşq olsun. Değerli vətənlərim, buradan mən bilirsiniz xalqın adamıyam. İndi mən Qabil Türkoğlu qoyub ləqəbini. İndi ola bilər məni Bozqurtçu kimi, Türkçü kimi tanıyarsınız. Ancaq çox millətli Azərbaycanın qeyri-millətlərini düşünərək, onları sevərək deyirəm. Mən gələcəkdə Qabil Türkoğlu yox, ləqəbimi dəyişəcəm. Qabil xalq oğlu olacaq. Xalqın evladı olacağam mən. Bəs salam qutarır getdi. Değerli soydaşlarım, değerli həmvətənlərim, görün sizə nə çatdırdım. Bezpan çox dəhşətli oğuldu. İnanın Allaha, Azərbaycanın barmaqdan sayılası oğlanlarındandır Bezpan. Gəncəlilər, can lələlər, İmamzadə haqqı. Deyirəm, Gəncəllər, İmamzadə haqqı ailələr. Bir dənə qalx komandası verəcəyəm. Azərbaycanın bu yaramaz Daxili İşlər Nazirinin yaramaz Naziri Vilayət Eyvazov, Gəncənin baş polis idarəsi cinayətkar dəstəyi yaradıblar. Gəncəllərin şeyinlə oynayırlar. Gəncəllərin şeyinlə oynayırlar. Cavad xanın nəvələrinin şeyinlə oynayırlar. Daha fikirləşmirlər ki, Elçi bəy də elə Gəncədən başlayan narkotik inqilabından yıxıldı. Daha fikirləşmirlər ki, SSR-nin də yıxılmağında Gəncəllərin böyük rolu oldu. Gəncə, değerli vətənlərim, değerli soydaşlarım, açıq deyirəm sizə, Azərbaycan igidləri, açıq deyirəm sizə, başda Gəncəlilər. Bakı ayağa qalxmaqdan heç nə eləməyəcək, eləyə də bilməyəcək. İnqilabların beşiği Gəncədir. Gəncəyə gələn adam, Gəncədən üzü Qazağa gələn adam vətənə gəldim deyir. Deyirəm sizə, hazır olun, polis balalarımızı, körpələrimizi oğurlamaqdan. İndi çox saylı video göstərəcəyəm. Polis balalarımızı oğurlamaqdan, orqanlarını satdırmaqdan, polis balalarımızı zorlatdırmaqdan, polis balalarımızı soydurmaqdan, ailələri dağıtmaqdan, namusumuza göz dikməkdən, insan alverindən, narkotik alverindən məşğuldur. Polis açıqca bütün cinayətkarların dalında durubdur. Polis bizə, xalqa gizli savaş elan eləyibdir. Bunların götü çatmır xalqa açıq savaş eləsinlər. Bilirlər ki, xalqa açıq savaş eləsələr, hərə bir balta götürəcək, silah götürəcək, qaranlıqda polisləri vuracaq. Arxadan yox, ailə qabaqdan lob vuracaq. Buradan deyirəm, İlham Əliyev, xalqın şeyinlə oynama, Gəncələrə soyqırım yaşatma. İlham Əliyev polisinin bu quldurluğundan əl çək. Bu polisi, quduzdaşmış polisi xalqın üstünə salma İlham Əliyev. İlham Əliyev, sən gizli şəkildə doğuşan kimi bir neçə arvadın var, yatanda 69, yatanda nə bilim 66 yatanda, arvadının orasını burasını yalayanda, arvadların qulağına pıçıldadığını səhər xalqa uyguluyursan İlham Əliyev.
İlham Əliyev sənə deyirəm. Sən bu xalqa gizli savaş elan eləmsən. Özündə eşşək balası kimi bilirsən ki, Qabilin sevdalıları səni sevən sürtüklərdən milyonlarla dəfə çoxdur. İlham Əliyev sən gizli savaş elan eləmsən. Mən açıq savaş eləmək məcburiyyətində qalmışam. Açıq savaş eləmək məcburiyyətində qalmışam. İlham Əliyev, elə eləməcəkən ki, buradakı blogerlər harada tutduğunuz polis orada da qoyun təbliğatına keçsin. Hansı ki, bəziləri keçibdir artıq. Bəziləri keçibdir artıq. İlham Əliyev ağıllı ol. Zəki dayı ağsaqqal adam deyirək, qoyun polisə deyir, yeri yoxdur, qoyun polisə. Harada tutdunuz, qoyun. İlham Əliyev, gizli savaş eləyirsən, xalqıma zülm eləyirsən İlham Əliyev. Xalqımın qadınlarını zorlayırsan, namusunu, orqanını satırsan, nə bilim, körpələrini uğratırsan. Hamısının dalında da polis durur. Bu günə kimi elə bir rayon yoxdur ki, orada uşaqlar uğranmasın, özə çox sayılı uşaq uğranmasın. Hamı da çəkir, maşını da çəkib göstərir, uğrayan da çəkib göstərir, bir dənəsi tapılmır. Əcəba İlham Əliyev, kimsə Mehribanın plakatını orada üstünə çıxsaydı, o uşaq uğramaq əvəzinə, Mehriban ya səni təhqir eləyib, plakatına belə göstərsəydi İlham Əliyev, nə olardı? Kim olur olsun onu bir neçə saata taparız, eləmi? Amma bu uşaqları uğrayanlar niyə tapamırsınız, ha İlham Əliyev? Əziz həmvətənlərim, artıq kifayət qədər xalq tərəfindən seçilən radikal blogerlər var. Artıq bir neçələri açıq-açığına deyir, harada polis gördünüz öldürün. Mən hələ bunu demirəm. Mən səbirli adamam. Mən hələ işin axırını gözləyirəm. Böyük güclərin qərarını gözləyirəm. Nəticəsi olsun işimizin. Ona görə İlham Əliyev, bizi sonunda deyəcəyimizi indidən deməyə, necə deyəm, vadar eləmə İlham Əliyev. Ağıllı ol İlham Əliyev, ağıllı ol. Şərəfin olsun, ləyaqətin olsun. Tüy sənin şərəfinə, ləyaqətinə tüpürüm İlham Əliyev. Bax, deyirəm, artıq gəncəllərin səbri tükənib. Bilirəm, gündə minlərlə mesaj alıram. Artıq xalqın səbri tükənib. Artıq belə peysərə vurub yaşamaqdansa, artıq ya ölmək, ya da bu əzazilləri, bu zalimləri öldürüb, necə deyərlər, azad olmaq, ya da nəticə əldə eləməsə, türməyə girməyi belə bu insanlar göz alıbdır. Elə bilməyin ki, Gəncənin polis rəisinin ağzından güllə ilə qoyan Yunistlərin sayı tək-tək idi, elə bilməyin. Artıq İlham Əliyevin yaratma siyasəti nəticəsində minlərlə, 10 minlərlə Yunis yetişibdir. Artıq bu dünyada yaşamağın mənasını öldürüb İlham Əliyev. Ona görə də bilirlər ki, o adama dua oxunacaq ki, Allah rəhmət eləsin deyiləcək ki, o özündən qabaq bir neçə polisi götürüb o tərəfə. O adama rəhmət oxunacaq. Bu xalq yeganə xalqdır ki, bu xalq. Məmur, iri buynuzlu məmur öləndə sevinir. Bir də polis öləndə sevinir. Prokuror, polis, məhkəmə, hakim öləndə sevinir bu xalq. Bu xalqı o günə gətirib çıxartmışsınız siz. İlham Əliyev. İlham Əliyev. Bir də yenə də təkrar edirəm. İlham Əliyev məni öldürmək istəyir və əlindən gələn eləyir. Mən ölən kimi ya yaralanan kimi hər deyilənə inanmayın. Manavdır, Elşaddır, Zəki dayıdır, Orxandır, nə bilim Süleymandır, mənim həyat yoldaşım, ailə üzvlərimdir. Efirə çıxıb deməyincə ki, Qabili öldürdülər ya yaraladılar, heç kimə inanmayın. Yesli bunlardan biri çıxış elədirsə, bir ikisi, bildinizsə ki, Qabili İlham Əliyev yaralayıbdır. Qabili İlham Əliyev yaralayıbdır, yaralatdırıbdır killerlərinə. Mənim İlhamla başqa düşmənim yoxdur. Mehribanla İlhamla başqa. Bilsəniz ki, Qabili öldürüb ya yaralayıbdır. Yenə də deyirəm, ayağa qalxmayanın, arvadının, qızının, anasının, bağışçısının ağzına ermənilər, Afrikalılar versin.
Afrikalıların mıxını qoysun, ayağa qalxmayan anasının başsın ağzına. Hamı ayağa qalxmalıdır, silaha sarılmalıdır, İlham Əliyevi devirməlidir. Mənim ölümüm bu xalqın azadlığına səbəb olmalıdır. Bax deyirəm, mənim ölümümü eşidib, mənim ölməyimi, yaralanmağımı eşidib, ayağa qalxıb, silahlanıb, qabağına keçən polis, kim olsa darmadağın eləyib, İlham Əliyevi çevirməyən, devirməyənin anası, başısı, arvadı, qızı erməninin soskasıdır. Bax dedim ha, peysərə vurmaq olmaz ha. Qabil öldü mü? Gecə kəndlər, rayonlar, hamınız qalxın. Silaha sarılın, qabağıza çıxanın, vurun, tapdalayın. İlham Əliyevi devirin. Kimi gətirəcəksiniz? Kimi gətirəcəksiniz? Ya Əli Kərimli, ya Quba Dibadoğlu'nu, ya Tofiq Yaqublu'nu. Məndən olsa Tofiq Yaqublu'nu gətirərdiniz. Ya Seymur Həsəni gətirərdiniz, prezident. Tofiq Yaqublu da ola bilər. Əli Kərimli siyasət işinə baxardı, bu daxili xarici. Quba Dibadoğlu da ancaq maliyyə. Bütün iqtisadiyyat, inkişaf. Vəssalam. Sektorları bölərdi. Tutardı. Məndən olsa belə. Ona görə deyirəm. Deyilən vətənlər. Bircə kəlmə Əli Kərimli mi gəldi? Əli Kərimli mi gəldi? İlham Əliyevin əli qolu qandallanıb. İlham Əliyevin əli qolu qandallanıb. Arvadının, özünün, bütün məmurlar. Əli qolu qandallanıb, Əli Kərimli gətirməsə, bilin ki, Əli Kərimli hakimiyyətin adamı olubdur. Baxın deyirəm. Arxivlər açılmasa, istər Əli Kərimli gəlsin, istər Quba Dibadoğlu, istər Tofiq Yaqublu. Arxivlər açılmasa, bütün İlham Əliyev, onun ailəsi daxil, bütün məmurları, əli qolu qandallı Azərbaycanın məhkəmə qarşısına çıxarılmasa, ən ağır cəzalara çatdırılıb, onların sərvəti xalqa qaytarılmasa, ilk 100 gün ərzində bu olmasa, bilin ki, həmən ölkənin başına gələn adamın kaseti var, həmən adam İlham Əliyevin adamıymış, bu xalqdan oyun oynayırmış. Vəssalam. Ondan gələcəkdə xeyri yoxdur. Qalxın elə onu da devirin. Ondan sizə prezident olmaz.